Buyur. Deməli birinci söz deməli zaryatka sözüdür. Hə. Zaryatka oldu, sox doldur. Sonra Xəbər verdiyimiz kimi əməkdar artist Cabir İmanov bugün Bakıda idman zalında infarktdan vəfat edib. Baş vermiş hadisə idman zalının kameraları vasitəsilə an-ban lentə alınıb. Məlum olub ki, əməkdar artist məşq zalında müvazinətini itirərək yıxılıb. Onun yaxınlığındakı şəxslər dərhal kömək etməyə çalışaraq ürək masajı ediblər. Cabir İmanovun ürək fəaliyyətini bərpa etmək üçün ona elektroşok da tətbiq edilib. Lakin bu prosesin 20 dəqiqə davam etməsinə baxmayaraq 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb. Cabir İmanovun vəfatı xəbərinə qardaşı Tahir İmanov danışdı. O göz yaşları içərisində danışa bilmirəm deyə kədərini ifadə edib. Ailəlidir, 4 övladı var. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, İspaniya Kral Akademiyasının üzvü, professor, iqtisad elmləri doktoru Qorxmaz İmanovun oğludur. Azərbaycanın əməkdar artisti, aktyor Tahir İmanovun qardaşıdır. Azərbaycanın xalq artisti Şöhrət ordenli bəstəkar Süleyman Ələsgərovun nəvəsidir.